Bir də düzgünlüyü də axtarıq. O da D variantında what tasty porridge it is. What cümləsində iki mübtəda lazımdır. Porridge və it. Sayılmadığı üçün artikel ehtiyac deyil, yəni an artiklı ehtiyac deyil. O birisilərdə problem nədir? A variantında porridge artikel veribdir səhvdir. B variantında is xəbəri inversiya yaradıbdır səhvdir. C variantında how cümləsində iki mübtəda olmamalıydı və Y variantında what cümləsində birinci mübtəda Z qəbul etməməli idi. 2 də düzgün nida, o da Y variantıdır. How thorny the roses are. How olan cümlədə bir mübtəda lazımdır. Roses. How cümləsində birinci mübtəda Z artikel qəbul eləməlidir. To be fiili işləmdir, o da sifətlə işlənməlidir. O birilərdə problem nədir? A variantında cəmisimə artikel veribdir, səhvdir. B variantında what cümləsi iki mübtədası olmalıdır. Burada ikinci mübtəda yoxdur. C variantında are xəbəri inversiya yaradıbdır. D variantında how cümləsində iki mübtəda olmaz. Burada roses'dan sonra Z verilibdir, səhvdir. 3də düzgünü axtarırıq. O da A variantıdır. How ripe the pear looks. How cümləsinə bir mübtəda lazımdır, pear'dir. Və həmin mübtədanın artiklı Z olmalıdır. Look link verb'dür, sifətlə işlənməlidir. Hər şey qəşəng öz yerində. Səhvlər nədir? B variantında is it inversiya yaradıb səhvdir. C variantında how cümləsində iki mübtəda olmaz. Burada it olubdur, ikinci mübtəda səhvdir. D variantında pear sayılan tək isimdir. An artikli olmalıdır, what cümləsi olduğu üçün. Y variantında isə pears cəmdir. Ona da artikli lazım deyildi. 4də düzgün nida axtarırıq. O da C variantıdır. What a deep river it is. What cümləsinə iki mübtəda lazımdır. River, it. River sayılan tək isimdir. Artikli var. Mübtəda xəbər öz yerindədir. Əla. O birilərdə problem nədir? A variantında what cümləsində iki mübtəda lazımdır. Burada ikinci mübtəda yoxdur. Həm də ki, birinci mübtəda Z olmamalıdır what cümləsində. An artikli olmalıydı. B variantında how cümləsində iki mübtəda olmaz. Burada river və it iki mübtədadır. D variantında is inversiya yaradıbdır, səhvdir. Y variantında look link verb'dir. Sifətlə işlənməlidir. Zərflə işlənməməlidir. Beşdə düzgün A variantıdır. What's a cool room it is. What olan cümlədə iki mübtəda olmalıdır. Room və it. Room sayılan tək isimdir. Artikli sifətdən qabağa keçibdir. Is to be fiilidir. To be fiili sifətlə işlər. Hər şey gözəl öz yerində. Digərlərində səhvlər nədir? B variantında. How olan cümlədə iki mübtəda lazımdır. Burada room, sonra da it var. It burada lazımsız idi. C'də what cool room it is. Burada bir dənə o çatmır ki, room sayılan tək isimdir və artikli yoxdur. D'də how cool room she has. Burada da room və she iki dənə mübtədadır. Bu how yox, what cümləsinin quruluşudur. What cümləsində iki mübtəda olur. How cümləsində bir mübtəda olur. Y variantında is the room. Görün feil hara gəlibdir. O yanlışdır. Feil, yəni xəbər mübtədadan sonra işlənməlidir. Inversiya olmalı deyil. Xəbər mübtədadan əvvələ keçməli deyil nida cümləsinə. 6da düzgünlüyü də axtarırıq. O da C variantıdır. What an ancient city it is. What olan cümlədə iki mübtəda lazımdır. City, it. City sayılan tək isimdir. An artikli var. Əla. O birilərdə səhvlər nədir? A variantında is city'dən qabağa keçibdir. Inversiya yaradıb səhvdir. B variantında ikinci mübtəda yoxdur. D variantında how olan cümlədə iki mübtəda lazım deyil. Y variantında what cümləsində ikinci mübtəda lazım idi. Yəni, səhvlərin əksəriyyəti ilə mübtədanın olub-olmaması ilə bağlıdır. 7-ci sualda A variantı səhvdir. How olanda iki mübtəda olmaz. B-də what olanda iki mübtəda olmalıdır. Burada yoxdur. C-də is qabağa keçib. D-də how stormy the sea is. D variantı düzdür.
Y variantında isə C sayılan tək isimdir. Su hücrələr sayılır. Burada artikl çatmır. Ona görə də səhvdir. 8-ci sualda taste və ya to be feili sifət tələb edir, zərf tələb eləmir. Zərfi çıxırıq, yəni A variantı və D variantı gedir. Sonra C variantında cəm sayılmır, E artiklı ola bilməz. B-yə baxıq. How sweet the strawberry jam is. Yəni B variantı düzdür. 7 isə səhv olur ki, vot olanda 2 müddədə olmalıdır. Burada 2 müddədə yoxdur. 9-cu sualda A variantı what a warm blanket it is. A variantı düzdür. B variantında how olanda 2 müddədə olmaz. C variantında blanket sayılan tək isimdə artikel çatmır. D variantında how olanda deməli, yox, burada to be feilidir, zərf olmaz deyə D səhvdir. Y variantında is qabağa keçib, ona görə səhvdir. Onuncu sualda A variantında to be feili mübtədən əvvələ keçib səhvdir. B variantında what a heavy suitcase he has. Bax, bu düzdür. What olan cümlədə isimdən sonra başqa bir mübtəda gəlməlidir. Burada da var. C variantında look, feel, smell deyə sound zərflə yox, sifətlə işləməlidir. D variantında suitcase sayılan tək isimdir. Artikla ehtiyacı var. Y variantında isə how olan cümlədə ikinci mübtəda işlənə bilməz. 11-də düzgünləri axtarıq. O da Y variantındadır. How comfortable the furniture is. How olan cümlədə bir mübtəda lazımdır. Furniture. How cümləsinin mübtədası Z qəbul eləməlidir. Z-si var. Is, yəni to be feili link verbdir, sifət tələb edir. Comfortable da sifətdir. O birilərdə problem nədir? A variantında. Furniture sayılmır. E artikli olmamalıdır. B variantında. Seem link verbdir. Zərf qəbul etməməlidir. Sifət tələb edir. C variantında. Is it inversiya yaradıb səhvdir. D variantında how cümləsində ikinci mübtəda lazım deyil. Burada it verilibdir. 12-də cümlədə biz to be feilini görürük. Burada zərf lazım deyil. A variantı zərfə görə çıxdı. B-də scissors cəmdə artikel lazım deyil. C-də how olan cümlədə iki mübtəda lazım deyil. D-də hər şey düzdür. Y-də isə feil mübtədadan əvvələ keçibdir. On üçüncü sualda A variantında how soft sweeter it is. Bu səhvdir, çünki sweater isimdir, sonra əvəzlikdir. Bu quruluş how yox what cümləsinə aiddir. B variantında look hərəkətsiz feildir, zərflə yox sifətlə işləməlidir. Burada softly veriblər, bu da səhvdir. C variantında what a soft sweater I'm wearing düzdür, çünki sweater sayılan tək isimdə E artikli var. İsimdən sonra əvəzlik, yəni başqa bir mübtəda xəbər gəlib, bu düzdür. C variantını düzgün götürürük. D variantında is cümlənin axırında gəlməlidir, amma axırda gəlməyibdir. Y variantında isə what olan cümlədə isimdən sonra başqa bir mübtəda xəbər gəlməlidir, burada yoxdur. Ona görə də Y variantı səhvdir. 14-də düzgün ya da o da B variantıdır. How capable the student is. How cümləsindən bir mübtəda lazımdır və o Z qəbul eləməlidir. Vəssalam, hər şey öz yerində. Digərlərində səhvlər nədir? A variantında. Student sayılan tək isimdir. An artikli lazım idi what cümləsində. Yoxdur. C variantında. Is he inversiya yaradıb səhvdir. D variantında. How cümləsində ikinci mübtəda lazım deyil. Burada he verilibdir, səhvdir. Y variantında what cümləsində iki mübtəda lazımdır. Burada iki mübtəda yoxdur. Həm də ki, what cümləsində birinci mübtəda an qəbul eləməlidir, Z qəbul eləməli deyil. On beşdə düzgün ya da axtarırıq. O da B variantıdır. What expensive clothes he wears. What cümləsinə iki mübtəda lazımdır. Clothes və he. Clothes cəm olduğu üçün artikel lazım deyil. An lazım deyil. Yəni burada
close isimdir, isimdən qabaq sifət işlənibdir. He wears də mübtəda xəbər öz yerindədir. O birilərdə problem nədir? A variantında look link verbdir. Zərf yox, sifət tələb eləməlidir. C variantında are feili baxın hardadır, inversiya yaradıbdır, səhvdir. D variantında close cəmdə ən artiklı lazım deyildi. E variantında isə what cümləsi 2 mübtəda lazımdır. His clothes bir mübtədadır, ikincisi yoxdur. 16-da düzgünlüyü də axtarırıq. O da B variantıdır. How talented the artist is. How cümləsinə bir mübtəda lazımdır, artist və OZ qəbul edilməlidir. To be feili link verbdir və sifət tələb eləyir, zərf yox. Digərlərində problem nədir? A variantında what cümləsində ikinci mübtəda olmalı idi, yoxdur. C variantında what a talented artist is he inversiya yaradıbdır, səhvdir. D variantında artistin artiklı yoxdur. E variantında how cümləsinə iki mübtəda lazım deyil. 17-də düzgün axtarırıq. A variantında how olan cümlədə isim Z qəbul eləməlidir. B-yə baxırıq. What olan cümlədə iki mübtəda lazımdır, yoxdur. C-də feil qabağa keçibdir. D-də də feil bu idən qabağa keçib. E variantında isə hər şey düzdür. 18-də düzgünlüyü də axtarırıq. O da E variantıdır. How noisy the game is. How cümləsində bir mübtəda lazımdır. Game və o Z qəbul eləməlidir. To be feili sifət tələb eləyir. Digərlərində səhv nədir? A variantında what-da iki mübtəda olmalıdır, yoxdur. B variantında sim link verbdir, zərflə işlənmir. C variantında is it inversiya yaradıbdır, səhvdir. D variantında how cümləsinə iki mübtəda lazım deyil. 19-da düzgün axtarırıq. A-ya baxırıq. How olan cümlədə iki mübtəda lazım deyil. B-də is qabağa keçib. C-də how-da yenə iki mübtəda verilib, səhvdir. D-də coffee sayılmır, artikl olmaz. E variantında hər şey düzdür. Yirminci sualda A variantını deməli baxırıq ki, luggage sayılmayan isimdir. Deməli A-da what heavy luggage is it səhvdir, çünki feil cümlənin axırında olmalıydı. B variantında isə to be feilindən zərf yox, sifət işləməlidir. B variantı buna görə gedir. C variantında how heavy her luggage is, bu düzdür. Çünki deməli how verilibdir, heavy də sifətdir. Her luggage isə bir birləşmədir. Yəni ki, əvəzli üstəgəl isim deyil. Bu sadəcə yələk əvəzliyidir də, isimlə birləşibdir. Yəni burada iki mübtəda yoxdur. Ona görə də C variantı düzdür. D variantında luggage E artiklı ilə işlənə bilməz sayılmadığı üçün. E variantında isə luggage və it, yəni ki, isimdən sonra mübtəda xəbər gəlməsi how yox, what-un quruluşudur. Bu da səhvdir. 21-ci sualda deməli A variantına səhv oldu ki, was-a sayılmır, artiklı ilə olmaz. B variantında was-a və it, yəni ki, iki dənə mübtəda xəbər how-un yox, what-un quruluşudur. C variantında is cümlənin axırında gəlməli idi. D variantında da yox, D variantında onsuz da today orada zərfdə xüsusi fərq yaratmır. How terribly cold it is today. Yəni D variantı düzgündür. Birazdan qayıdaraq. E variantında to be feili olan yerdə zərf yox, sifət işlənməlidir. Burada cold zərfdir. İndi D-yə baxaq. How sifətdir. How cümləni başladıq. Cold sifətdir. Sifətdən əvvəl zərf gələ bilər. Bunu biz öyrənmişik sifət zərf mövzusunda. Çünki sifət ancaq zərf təyin edir. O da olur terribly cold. Yəni terribly burada cold-a aiddir. Sonra da it is, mübtəda xəbər. Today-dəki zərfdir. Zərf onsuz da cümlənin sonunda işlənə bilər. Yəni o is-in today-dən əvvəl gəlməsi məsələsi deyil. Bu is today-dən əvvəl gəlməyib. Today özü cümlənin sonunda gəlir. Əsas odur ki, is mübtədadan əvvələ keçməyib. Yəni is it olmamalıydı. Əsas odur ki, feil mübtədadan əvvəl keçməsin. Feil mübtədadan sonrasa problem yoxdur. 22-ci sualda deməli A variantında
How pleasantly the walk is. Və bu səhvdir, çünki to be feili zərflə işləmir. B variantında what a pleasant walk it is. Bu düzdür. What olan cümlədə iki mübtəda olmalıdır. Walk da sayılan təksində artikli var. C variantında how olan cümlədə ikinci mübtəda olmaz. Burada it var. D variantında what olan cümlədə z gəlmir. Y variantında how pleasant the walk is. Yəni burada z artikli çatmır. 23'də A variantında hardly, yəni inkardır da, o lazım deyil belə cümlədə. B-də what diligent student sayılan təksində artikli yoxdur. C-də feil düz cümlənin ortasına keçirdi, səhvdir. D-də how hard he works. Burada hər şey düzdür. At his English isə ikinci dərəcəli üzvdə o gələ bilər, problem yoxdur. 7 isə work sayılmayan isimdir. Artikl olmaz. 24-cü sualda A variantında traffic sayılmır, artikli ola bilməzdi. B variantında sim hərəkətsiz feildir, zərflə yox sifətlə işlənməlidir. Burada noise ilə zərf də bu gedir. C variantında what noisy street it is. Street sayılan tək isimdir. Buna artikli lazım idi. O da yoxdur. D variantında deməli traffic və it iki mübtəda xəbərdir. Yəni burada how yox, what olmalıydı. What'un quruluşudur isimdən sonra əvəzin gəlməsi. Y variantı bax düzgündür. What busy traffic it is. – 25-də düzgün nida axtarırıq. O da B variantıdır. How sour the milk smells. How cümləsinə bir mübtəda lazımdır. Milk və o z qəbul eləməlidir. Smell link verb-də sifət tələb eləməlidir. Sour hər şey öz yerində. Digərlərində səhv nədir? A variantında smell the milk has. Burada smell bir mübtədadır. The milk ikinci mübtədadır. How cümləsinə iki mübtəda lazım deyil. Bu what'un quruluşuydu. C variantında milk sayılmır. Artikli olmamalıydı. D variantında smells feili inversiya yaradıbdır. Səhvdir. Y variantında how cümləsinə iki mübtəda lazım deyil. Burada milk sonra it verilibdir. 26-da düzgün nida axtarırıq. O da C variantıdır. How proud the word motherland is. Deməli, how cümləsində bir mübtəda lazımdır. The word motherland. Bu bir mübtədadır, ayrı-ayrı mübtəda deyil. Is to be feili, yəni ki, link verbdir, sifət elə bilməlidir, qutardı. Digərlərində səhv nədir? A variantında sound link verbdir, zərflə işlənməməli idi. B variantında what cümləsinə iki mübtəda lazımdır. Word motherland bir mübtədadır, ikinci mübtəda yoxdur. D variantında is görün hardadır, inversiya yaradıbdır, səhvdir. Y variantında isə to be feilinə zərf veriblər deyə səhvdir. 27-də düzgün nida axtarırıq, o da A variantıdır. How bitter the onions taste. How cümləsinə bir mübtəda lazımdır. Onions və o z qəbul eləməlidir. Taste link verbdir, o da sifət elə bilir. Digərlərində nə problem var? B variantında taste feili inversiya yaradıbdır, səhvdir. C variantında onions cəmdir, artikli olmaz. D variantında taste link verbdir, zərf verilməməli idi. Y variantında what cümləsində iki mübtəda lazım idi, burada iki mübtəda yoxdur. Həmlə ki, what cümləsinə birinci mübtəda z qəbul etməlidir. Ya en olmalıydı, əgər sayılan tək isimdirsə, ya da ki, ümumiyyətlə artikli olmur, əgər cəm və ya sayılmayan isimdirsə.